Niye benim işığım bu kadar karanlıktı diye düşündüm. Tez ışığımı yandırım. Bunu hara koyacağım ben? Bura koysam olmuyor. Çok da vaxtım yoxdur. Göz altlarımı nemləndirib tez makyajımı eləyirəm. Arxadan tıp-tıp səsləri gəlirsə bu da Adeldir. Gündəlik bu aralar əlim ən çox Wet n Wild'a gedir. Çox bəyənirəm. Fırçayla yayıram son zamanlarda. O da bilirsiniz niye? Buradan gedib o süngəri islatmağa ərindiyim üçün. Adel imkan versə danışacaq. Və göz altlarımı da belə qəşəng concealerlə aydınlatıram. Keçirəm qaşlarımı doldurmağa. Biraz bərabərləşsin deyə. Belə karandaşla biraz ucuna doğru tündük verəm. Baxın bu qaşımda çox fərq yoxdur. Çünki diri belə türkdür. Amma bu qaşımda tökülmələr var deyə seyrəklik var. Sonra paletimi götürürəm. Və makyajım da hazırdır qızlar. Baxın, belə oldu. İndi isə əynimi geyinəcəm və çıxmalıyam artıq. Bura gəlmə məqsədim 3 manat 90 qəpiyə düşən baxım məhsullarını almaq idi. Amma gördüyünüz kimi bütün rəflər boşdur. Ona görə biz də başladıq mağazanı gəzməyə ki, başqa görək nə var. Baxın, bu bronzer mənim universitet illərimin ən sevimli bronzeri idi. İndi hal-hazırda endirimdədir. Baxacağım görüm əgər mənim rəngim varsa alacağım. Çünki çox gözəl bronzerdur. Bu qiymətə də qaçma. Sonra mağazanı gəzib endirimlərə baxırdım. Amma götürəcəyim bir şey olmadı. Çünki əslində 3.90-a düşüb. Heç sınamadım. Məhsulları sınamaq istəyirdim. Təəssüf ki, onlarda qalmayıb. Belə yaxşı endirimlər var, amma bunların mənim hələ ehtiyacım yoxdur. Amma gəlin sizə viral olan influence qapatısını mən hardan almışdım göstərim. Deməli, Nərmanov metrosundan çıxırsınız. Buranı göstərirəm ki, ətrafına nə olduğunu görəsiniz. Metrodan çıxan kimi, baxın, buradan çıxırsınız, düz gəlirsiniz və Dəfnə Cosmetics'dən almışdım. İndi getdik Dəfnə Cosmetics'ə. Çünki influence markasının başqa bir məhsulunu alıb sınamaq istəyirəm. Sırf Instagram content üçün. Burada da 1+1 kampaniyaları var idi. Enough markasında, Mizonda. İndi isə influence markasının baxın bu standına gəldim. Burada əslində çox məhsul var. Sadəcə mən biraz fərqli. Məsələn, glossum yoxdur. Gloss tipli bir şey axtarıram. Digər bütün məhsullarım var. Yəni artıq şeylər almaq istəmirəm. Burada amma bunun qablaşdırılmasına baxın. Görün necə gözəldir. Par-parda parıldayır. Əslində bunu da sınamaq olar. Prosta qiymətini görmədim. Mən bura tək gəlməmişəm. Ülviyə ilə birlikdə gəlmişəm. Ona da influence'un concealer'ını almaq istəyirdik. Amma təəssüf ki, burada da bitmişdi. Bir həftə sonra gələcək. Burada stoklar daha tez yenilənir. Ona görə buranı sizin üçün çəkmək istədim. Həm də istədim ki, 1-2 dənə influence'un başqa məhsulunu alım, videoda sınayım. Sonra çıxdıq, dedik ki, gedək yemək yeyək. Gəldik, oturduq, ən yaxında McDonald's var idi ora. Mənə çox maraqlıdır ki, siz də beləsiniz. Nə qədər şey fikirləşsiniz, amma sonunda gəlib McDonald'sda oturursunuz yenə. Merhaba arkadaşlar. Sanıver'in kanalına hoş geldiniz. Kamerayla keçib. Kamera ele kesmiş. 113, 14, 89. Pulu tır. Saçı Dyson ilə sonra belə böyük daramaq, açmaq üçün daha. Altıma düşürək. Hansı? Buradan spreyləri. Spreylər üstündə. Məndə batista da var. Üz üçün olanıdır. Göz üçün olanıdır. Makyaj eləmək üçün. Məsələn, bunu amma highlighter, ənlik, kapatıcı. Bunun rəngləri amma qəşəngdir var. Fərqli rənglər. Misteriyoz renkler boyama. Amma Tanani fırçasını tək almaq lazımdır. Tək qəşəngdir. Bu da qəşəngdir. Real tək. Bunu Ülviyə özü üçün götürdü. Bu arada mən Ülviyə gəlmişəm ki, Səboyun tapşırdıqlarını alım. Səboy diş fırçası tapşırıb və dırnaq tutan. Bunlar da Səboyun baxımlarıdır. Mənə tapşırdıqları. Gəl qızlar, gəl və çıxdıq. İstəyirəm sizə aldıqlarımı göstərim. Birinci Adilə başda aldıqlarımla başlamaq istəyirəm. Çünki o qədər şirindir ki, bu uşaqların şeyləri. Mən, yəni bir böyük olaraq mən ondan daha həyecanlıyam belə şeylər oynamaq üçün. Amma indi yuxu vaxtı yatızdırdım. Amma sabah duran kimi onunla bir aktivite eləmək istəyirəm. Ona görə ona məktəb ləvazimatları yerindən belə şeylər aldım. İstəyirəm sizə göstərim. Adelin bu arada 1 yaş 5 aylıqdır. Onu da bildim. Belə plastirin aldım. Bunlar bizim vaxtımızdakı plastirlərdən çox fərqlənir. Sadəcə bizim vaxtımızdakı plastirlər daha bərkdir, bilirsiniz. Onu yumuşatmağa onun üçün çətin olacaq. Amma bunlar yumuşaqdır. Fərqli rənglərdədirlər. Bu arada bunun paçkası 2 manat. Baxın, necə yumuşaqdır. Bunun paçkası 2 manat 50 qəpik idi. Gördüğünüz gibi de içinde çoktu.
Hətta baxaq 2, 4, 6, 8, 10, 11 və 12 ədəd var içərisində və içərisində belə qaşıqları da var, kəsmək və forma vermək üçün. İndi sabahlar Adellə bunu oynayacaq. Bu biriydi, 2 manat 50 qəpik idi. Ondan sonra bunun klokunu açsaq, çünki gələn kimi Adel gördü bunu və istədi. Paketləməsini açsaq belə, bunu bizim vaxtımızda da var idi, yəni belə düzmək. Bu da yenə onun öyrənsin deyə belə bir şey. Bir də rəngləri çox sevir, ona görə bu onun üçün çox maraqlıdır. Görən kimi klokda mənə açdırdı yəni bunu. Bunun qiyməti 4 manat idi. Sonra bunu oradan almamışıq. Bunu McDonald'sda biz set yeni belə uşaq üçün hədiyyə alırıq. Və o hədiyyədən də keçən dəfə meymun çıxmışdı. Bu dəfə isə kenguru çıxıb bu formada. Baxın. Çox şeyində burada balası da var. Sonra 2 dənə isə Adelə aldığım şübhəli. Çünki mən Adeldən daha çox oynayıram bunlarla. Adelə aldım 2 dənə belə albom var. İndi gündüz tutun bunu sizə göstərə bilim. Belə ay çok şirindiler bunlar. Deməli bir dənəsi belədir. Düz Adelin yaşına görə biraz tezdir boyama. Amma ki oturuq birlikdə rənglirik. O belə hara gəldi rəngləsə də mən belə ona göstərirəm və rəngləri də deyirəm. Ona görə bizim üçün bərabər, yəni gözəl bir aktivite olur. Üstdə bəzəyi də çox bəyəndim. 1 manat 50 qəpik idi. Bu isə 1 manat 60 qəpik idi. Belə mən bunu marketlərdə görürəm. Bravo'da, Bazar Store'da falan satırlar. 3 manat, 4 manat, amma orada Nərmanovda Atlas adında bir kitab yerindəydi və çox gözəldir. Bunun da içində biraz öyrəticidir. Məsələn belə göstərim. Mesela burada 3 rəqəm yazıb, 3 dənə qoyun. Burada 4 yazıb, 4 dənə quş. Belə istədiyiniz formada rəngləyirsiniz. Bu da çox maraqlıdır. Mən valla Adeldən daha çox həvəsliyəm belə şeylərə. Çok güzeldi. Bu da gəlin mənim bu gün aldıqlarımı sizə göstərim. Orada çox video çəkə bilmirdim. Bunları videoda da sizə göstərdim. Sizə bu üçün diş fırçası və bir dənə dırnaq tutan. Sonra əslində bizim oraya getmə məqsədimiz Bantikdə olan indirimə görə idi. Deməli 14-15 saat əvvəl paylaşdılar ki, bəs indirim var. Bir neçə markanın məhsullarını Bantikdən yığışdırırlar. Ona görə də maya qiymətindən də aşağı 3.90-a satırlar. 90% indirim idi, səhv eləmirəmsə. Mən də dedim ki, gedək ora və baxaq görək hansı məhsullar var. Məsələn, biz ora gedəndə standı sizə göstərdim də bomboş idi. Yəni qızlar bitirmişlər, heç nə qalmamışdı. Bir dənə bunu gördük, məsələn göz kremi. Bunu makyaj altı baz kimi istifadə edə bilərəm. Belə normal istifadə edə bilərsiniz. Sadəcə mənim istifadə etdiyim göz kremi hal-hazırda var deyə bunu sadəcə makyaj altı baza kimi belə istifadə elədim. İlk dəfə də alıram bu arada. Belə su teksturu aldı. Qəşəngdir. Mənim ən sevdiyim. Mən bunu ən son 2017 istifadə elədim, 2-3 il. Ondan sonra universitet vaxtı yəni istifadə elədim. Ondan sonra heç yanında tapa bilmədim. İndirimdəyken bu arada 19 manat neçəsə qəpiyə düşmüşdü. Yəni çox da gözəl indirimdə idi. Ona görə dedim ki, mütləq indirimdən yararlanmalıyam. Alt hissəsində də belə özünün fırçası var. Mən adətən bu fırçanı istifadə eləmirəm. Amma yenə də var. Burada bir dənə güzgüsü var və burada da əsas bronzer var. Hatta bu deyərdim ki, yay aylarına o qədər uyğun və gözəldir ki, yayılmağa olsun. Buna baxamayacağım. Çox gözəldir. İndirimdə görəndə mütləq alın. Yay qış istifadə edəcəksiniz və çox bəyənəcəksiniz. Məndəki nömrəsi Sun Kiss rəngidir. Bantikdən aldıqlarım ümumi tutub 23 manat 45 qəpik. Bu markanda mən Dəfnə Cosmetics'dən almışam. Hal-hazırda girdik. Biz Ülviyə üçün götürmək istədik, amma ki bitmişdi. Amma bir həftəyə gələcəkmiş yenə də. 2 dənə belə məhsul almışam. Deməli bunun elə üstündə qiymət var 11 manat 50 qəpik. Bir dənə də belə dodaq karandaşı almışam. Bu dodaq karandaşı Jevindi. Nömrəsi 607. Influence markasının dodaq balmı gedir, amma dodaq boyasıdır. Onu almışam. Çox gözəldir. Bu arada yapış-yapış bir hissi yoxdur. Bunu yəni ekstra bəyəndim. Rengi videoda o qədər görünmür. Ona görə də sizə belə göstərmək istədim. Sabahınız xeyir. Başqa bir günə sizi salamlayıram. Gəlmişəm vergiyə. Sadəcə vergi saat 9-da açılır deyə mən biraz tez gəlmişəm. 15 dəqiqə qalıb 9-a. Səhər də heç nə yemədim tez-tezli çıxdığım üçün. Ona görə indi baxacağam görüm şirniyyat olaraq nə ala bilərəm. Birə baxaq görək. Bu mənə qədər.
Burada şeker paklavası da var. Mən bir dənə bundan, bir dənə bundan götürəcəm. Deməli, bərəsindən bir dənə götürdüm. Burada şəkərparənin biri 1 manat elədi. Bamiyesi 27 qəpik. Bir dənə çay tapsam çox xoşuma gəlir. Qızlar, buna baxın. Uşaqlar üçün də advent kalendar varmış. Necə şirindir. Adiş biraz böyük olsaydı, mütləq ona alardım, amma indi o başa çıxmayacaq. Amma çox şirindir və fərqli formada var. Mən vergidən çıxdım, bütün işlərimi həll elədim, ona görə də çox xoşbəxtəm. İndi qaça-qaça evə gedirəm. Bilmirəm niyə bu qədər evə bağlı olmuşam. Qızlar, mənim sizdən bir xahişim var. Zəhmət olmasa mənim kanalıma abunə olun. Videonu izlədikdən sonra isə bəyənməyi unutmayın. Bu arada qızlar, bilmirəm, dəhşətlik hiss edirsiniz yoxsa yox, amma saçıma o sizə bir videoda göstərmişdim. Baxın, onu eləmişəm. O qədər yumuşacıq eləyib ki, amma həm saçımı daha parlaq eləyib, həm yumuşaq eləyib. Yəni ona görə də o maskanı çox bəyəndim. İndi evdə sizə o maskanı yenə göstərəcəm. İndirimdə isə gedin alın. Bu arada qızlar, bilmirəm fikir verdiniz yoxsa yox. Dırnaqlarımı düzəltdirmişəm və ustamı dəyişmişəm. Əslində ustamı dəyişmə səbəbim pis olduğu üçün deyildi. Sadəcə mənə çox uzaq idi və mən də yəni o yol gedib gəlmək mənim gözümə çox dayanırdı deyə yanımızda bir yer axtardım və belə bir yer mənə məsləhət gördü bibim. Onun iş yoldaşları gedirdi ora. Düz evimizin yanında, yəni piyada. Mən də gedib bir şans vermək istədim. Baxın, 20 manata düzəldir və o qədər gözəl düzəldir ki, çox bəyəndim. Niyə çəkmədim bilirsiniz? Əslində həmişə gedəndə çəkirəm. Sadəcə dedim ki, gedim baxım, sınayım da. Bəlkə dedim xoşuma gəlməz. Normaldır, yəni şəhərdə gedirdim, amma çox da qəşəng elədi, yəni. Və tez elədi, 1 saat yarıma. Ona görə dedim ki, artıq, yəni bundan sonra gedəndə sizinlə paylaşacağım. Və qızlar, amma sizinlə bir şey paylaşmaq istəyirəm. Bundan əvvəlki videoda demişdim ki, mənim üçün çox həyəcanlı 2 şey baş verib. Bunlar bilirsiniz nədir? Mən bu işə başlarkən mənim ən çox istədiyim şey markalarla işbirliyi eləmək idi. Markalardan PR-lar, hədiyyələr gəlməyi idi və mən onu başardım. O qədər xoşbəxtəm ki, bəlkə də məni Instagramdan takip etmişsinizsə, artıq görmüsünüz, çünki orada paylaşdım. Amma burada mənim üçün daha səmimidir, bura mənim üçün daha doğmadır və burada mən rahat deyə bilirəm ki, bu mənim ilk PR hədiyyəmdir. Yəni mənim ilk hədiyyəm bir markadan gəldi və ilk marka Olivia'dır ki, mənə hədiyyə göndərir. Bundan sonra 2-3 dənə Nov markası, onu da paylaşdım. Sonra Frudio markası da mənə hədiyyələr göndərdi. Amma ki, ilk, yəni mənə əməkdaşlıq etmək istəyən Olivia olmağı belə məni o qədər xoşbəxt etdi ki, çünki Olivia qısa bir müddətdə açılıb və Azərbaycanda artıq çox tanınır, bilirsiniz ki, və biz elə özümüz də, mən dəfələrlə Olivia'dan məhsullar gedib alıram, bəyənirəm. Yəni buna görə çox xoşbəxt oldum. İstədim ki, burada paylaşım. Çünki məsələn Instagramda məni takib edənlər bəlkə də bilməyəcək ki, bu mənim ilk PR kutumdur. Amma mən istədim ki, bu an yəni burada qalsın. Çünki mən bu kanala başlayanda və elə Xəyal Panamda da 2005 Xəyal Panamda da PR belə hədiyyələr şəkli qoymuşdum. O 2026-nın 1-ci ayında gerçəkləşdi. Və gəlin baxaq görək Olivia mənə hədiyyə olaraq nələr göndərib. İlk olaraq içindən Olivia'nın belə kartı çıxır. Qışın sevilən məhsullarını sənin üçün yolladıq. Təşəkkür edirəm. Deməli, içindən 2 dənə üz maskası çıxırdı, kağız maskası. Sadəcə mən birini artıq videoda istifadə etdim. Bu da digər bir kağız maskasıdır. Ondan sonra içindən saç və bədən üçün mis çıxır, yəni parfümüm. Həm saça, həm bədənə istifadə eləmək mümkündür. Sonra belə bir saç ətri çıxır. Bu Divaj markasının 05 rəngidir. İçində xırda zərlər var, ona görə də çox gözəl görünür. Belə yaxından rəngini sizə göstərim. Sonra yenə Divaj markasından belə bir konsiler. Sonra belə mini çantaya atmalıq əl kremi. Yenə Divaj markasından belə maye ənlik çıxır. Buna gəlin birlikdə rəngini sizə göstərim. Və belə bir rəngi var. Soyuq tonlardadır. Düşünürəm ki, qış aylarına uyğundur. Çox şirin bir dənə daraq çıxır. Bunun şirinliyinə baxın siz. Bunlar Crocs'larda olduğu kimi, yəni çıxarılıb taxırıla bilən aksesuarlardır. Amma çox gözəldir. Bu arada Nastia markasının da, Nastia'nın məndə fırçaları da var, çox gözəldir. Bu da yolmadan elə gözəl darıyır ki, ona görə də bunu da mən çox bəyəndim.
Sonra içindən bir dənə də büqüdə çıxırdı. Bura videoda qoyacağım. O büqüdünü videoda işlətdim. Sonra Aydın oynayırdı. Onda da hal-hazırda. Ondan məndə zaten bardov rəngi var idi. YouTube üçün çoxlu belə içərikdə videolar çəkmişdim. Yəqin ki siz də görmüsünüz. Onun mavi rəngini göndərmişdilər saç baxımı üçün və içərisindən Olivia'nın bloknotu və Olivia'nın qələmi çıxır. Bitdi. Bu qədər. Məncə hər biri çox gözəl idi. Buradan yenə təşəkkür edirəm. Siz necə bəyəndiniz? Mən çox bəyəndim. Və bu arada saçımdakı parlaqlığı da bu Arzumdan aldığım saç maskası var idi. Dünən çimib onu istifadə eləmişəm. Həm çox yumşaq eləyib, həm parlayır. Buna görə də onu çox bəyəndim. Almışdım, dedim fikirlərimi bölüşəcəm. Qəşəngdir, çox bəyəndim. Qızlar, videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Başqa videolarda görüşənədək hələlik.